Çox hörmətli İlqar müəllim, buyurun. Çox sağ olun. Clicker. Clicker sizdədir müəllim. Əlbəttə. Bəli. Çox sağ olun, təşəkkürlər. Buyurun. Hər kəsi salamlayıram. Birinci növbədə bu istirahət günü, şənbə günü öz inkişafına, yeni şeylər öyrənmək, təcrübəsini bölüşmək, yeni şəbəkə qazanmaq üçün bura yığılan bu qədər insanın qarşısında çıxış etmək mənim üçün böyük bir şərəfdir və təşəkkür edirəm ki, ailəyə, istirahətə ayırmaq əvəzi gəlmisiniz, bizi dinləyirsiniz. Həmçinin çox dəyərli iki spikerlə birlikdə eyni paneli paylaşmaq mənim üçün çox qürur vericidir. Və İlkin bəy çox yaxşı bir giriş elədi. Çünki korporativ sahiblik və yaxud korporativ sahiblənmə ruhu elə bayaq da həm Burhan bəy, həm Rəşad bəyin danışdığı nümunələrdən də gördüyünüz kimi çox önəmlidir. Çünki o mağazaya qoyulan yatırım sonra özünü doğrultmasa bu bildiyiniz birbaşa ziyandır və burada artıq əməkdaşın peşəkarlığına güvənməklə yanaşı onun, o sizin satış menecerinin, satış rəhbərinin nə qədər özününki bilməsinə güvənmək deməkdir eyni zamanda. Bizdə də belə bir nümunə var. Biz ölkədə Kapital Bankdan dərhal sonra mobil post terminal satan elektron pul təşkilatı. Bu arada bizim şirkət ölkənin ilk elektron pul təşkilatıdır, lisenziya almış. Bizdən sonra bizim partnyorlarımız Emanat, Emon, Paşapay, Azərsel hamısı daha sonra aldı. Və bizim bu mobil post tək biz satmağımız səbəbi bizim satış direktoridir. O da burada əyləşib və bizim ona inanmağımızdır. Çünki mobil post terminal biznesinə giriş böyük yatırımlar tələb edir. Bizim yatırımlar təəssüf olsun ki, mağaza kimi belə əl vura biləcəyiniz yatırım deyil. Biz proqram təminatları və böyük bir developer komandasının vaxtını, çox dəyərli vaxtını yatırmış oluruq. Amma biz satış direktorumuza inandıq və artıq mobil postda demək olar Kapital Bankın özü ilə dirəşən bir elektron pul təşkilatıyıq. Sadəcə biz arxada olduğumuz üçün çox adımız bilinmir. Sahiblənmə ruhundan danışmaq istəyirəm. Çünki çox dəyərli spikerlərimizin dediklərinin hamısının təməlində mən belə hesab edirəm ki, sahiblənmə ruhu durub. Və sahiblənmə ruhu əməkdaşların şirkəti mənimsəməsi və bu şirkəti özünün bilməsi ilə və şirkətin uğurunu öz uğuru bilməsi ilə başlayır. Və bu şirkətin, müəssisənin inkişafı ilə yanaşı əməkdaşın özünün də inkişafına səbəb olur. Mən öz şəxsi nümunəmdən deyə bilərəm. 2006-cı ildə Azərseldə başlamışam. Call center əməkdaşı, yəni Telkonun ən axırıncı addımıdır da, onun o tərəfə də xadimələr gəlir. Yəni mən call centerdən başlamışam, həmişə qürurla bunu deyirəm. Və mən call centerdə işləyəndə hər bir gələn zəngi, hər razı saldığım müştərini, hər Azərselə nömrəyə yüklənən o konturları, o vaxt kontur idi, elə bilirdim öz cibimə gəlir. Və buna görə bu yanaşmam özünü elə doğrultdu ki, mən həqiqətən öz işim kimi, öz şirkətim kimi qəbul elədim və öz karyera inkişafında çox sürətli oldu orada. Və burada təşəkkür edirəm Azərselə, mənim inkişafımda çox böyük rol olub. Bakserdən və Azərconnect sağ olun. Eyni zamanda Baksel və Narda daha sonra da təcrübəm olub. Orada da çox şeylər öyrənmişəm. Həmkarlarımı gördüm, baxırdılar belə, yəni sizi də öpürəm. Və bu sahiblənmə ruhu gətirib ora çıxartdı ki, həm şəxsi inkişafım, həm şirkətə töhfələr verdim. Eyni zamanda biz Paşa Bankda, mən departament direktoru olanda, mənim departamentimin elə bir departament idi ki, hamıya mane olurduq, hamıdan nəsə istirdik, filial, kassa, şöbə, online bankçılıq və hər yerə. Və bizdə orada tək divizimiz o idi ki, bu bizimdir. Və biz istəyirik ki, bizim online bankçılığımız inkişaf eləsin, bizim mobil tətbiqimiz güclü olsun və yaxud da ki, bizim Bridge Plaza filialımızda müştəri çox gözləməsin. Və bu gətirib həm motivasiyanın artmasına, həm sadiqliyin və davamlı inkişafın olmasına gətirib çıxarırdı. Və həmişə dediyimiz məsələ, bu Paşa Holdingin dəyərləri də əlbəttə üst-üstə düşməsi nəticəsində olurdu ki, hamını o driver, o aparan həmən o sahiblənmə ruhu idi ki, bu bizimdir axı, bizimdirsə bu yaxşı olmalıdır. Və bu nəticədə də performansı artırırdı və komanda ruhunu gücləndirirdi. Fikir verirsinizsə, pərakəndə biznesindən mən çox başım çıxmasa da, bir müştəri kimi təcrübəmdən bölüşüm ki, yəni restoran biznesində bu şübhə deyil ki, Türkiyəli bizim qardaşlarımız idarə edən restoran, lokanta
və yaxud administratoru Türkiyəli, türk qardaşımızsa, o daha yaxşı performans göstərir. Çünki burada bir əsnaf ruhu var və o adam başa düşür ki, o çox yaxşı xidmət verəndə mən sabah yenə gələcəm ki, və bir daha satış eləyəcək mənə. Və bunun hamısının kökündə ona sahiblənmə durur. Və bugünkü gündə məşhur uğurlu restoranların adını çəksək, müəssisələrin adını çəksək, hamısında o sahiblənmə ruhudur və əsnafın özü, iş görən sahibkarın özünün orada o sahiblənmə ruhunu ötürməsidir. Ki, bayaq Rəşad bəyin nümunəsində də Araz supermarket şəbəkəsində mən idarə heyətindən bir neçə nəfəri tanıyıram, Rəşad müəllimi tanıyıram və buradakı o sahiblənmə ruhudur ki, gətirib çıxarır ki, o satış əməkdaşları cəsarətlə deyirlər ki, filan yerdə dükan açaq. Arxasındakı böyük bir investisiya tələbi olmasına baxmayaraq. Çünki onlar özünün hesab edirlər və yalnız bununla performans inkişaf edə bilər. Növbəti məsələ, bəs bu necə formalaşır? Yəni, sahiblənmə ruhu necə formalaşır? Bunun formalaşması üçün birinci növbədə rəhbər özü nümunə olmalıdır. Məsələn, bizim SAT qrupdan da bunu görürük. İndi özümü tərifləmiş olmayayım, amma mənlə işləyən dostlar da bilir, bizim məsələn United Payment'da da bu ruh var. Biz birinci özümüz nümunəyik və bütün işlərdə birinci rəhbər özü qarşıda getməlidir və arxasıca komandanı gətirməlidir. Və bunun üçün növbəti addımda şəffaf kommunikasiyadır və açıq informasiya axınıdır. Əlbəttə, burada məxfi olmayan, məlumat təhlükəsizliyinə səbəb olmayacaq informasiyanın şəffaf və açıq şəkildə hamı ilə bölüşülməsi, kommunikasiyanın düzgün edilməsi önəmli faktordur ki, rəhbər özü nümunədir və şəffaf danışır və açıq kommunikasiya edir. Heç bir gizli agenda, gizli planlar olmamalıdır. Və bu ərəfədə də şəffaf kommunikasiya olanda əməkdaşların fikirlərinə dəyər verilməsi. Yəni, mən bugün biraz çox nümunə verəcəm Araz supermarketlərə. Çünki bizim biznesdən nümunə versəm çox qaranlıqdır. Arxada bankla inteqrasiya, nə bilim, filan dildə yazılmış XML-in pars olunması bu maraqlı olmayacaq. Ona görə icazənizlə Rəşad bəydən bayaq icazə almışam ki, Araz supermarketlər şəbəkəsinə tez-tez toxunacam. Və orada baxın, bu şəffaf kommunikasiya və əməkdaşın fikrinə dəyər verilməsi olmasaydı, o Qobustandakı filialımız ki var, o opportunity, o imkan itirilmiş olacaqdı. Ona görə əməkdaşların bütün fikirlərinə dəyər vermək və qarşılıqlı ümumi məqsəd üçün dəyər qatan nəticələrə fokuslanaraq ilərləmək vacib olduğunu düşünürəm. Və bu da qarşılıqlı inam mühiti yaradır. Və hamımız da əminik ki, məsələn, əgər rəhbərlik mənə bir tapşırıq verirsə, burada məqsəd məni yoxlamaq, bayaq Burhan bəy dediyi kimi, məni güdmək, mənim nəsə səhvimi tapmaq deyil. Məqsəd ümumi, ali nəticələrə çatmağımız və performansımız üçündür. Və bu ümumi ali uğurlara çatanda da bunu mütləq birlikdə qeyd olunmasıdır. Yəni də Burhan bəy dediyi kimi, sadə bir təşəkkür özü çox dəyərli bir şeydir ki, adi bəzən olur, baxıram kameradan ki, 2 dənə developer axşam saat 11-də oturublar, işləyirlər. Sadəcə zəng vururam ki, niyə getmirsiniz evə? Güya da, yəni, əslində mənə xoşdur ki, işləyirlər, işimiz gedir. Amma yenə də, niyə getmirsiniz evə? İstirahat eləyin. O developer biləndə ki, onun əməyi qiymətləndirilib, artıq ekstra motivasiya ilə işləyir. Amma bu həmişə də söz deyil. Məsələn, bizim indi böyük bir proyektimiz var. O proyekti biz qoşan kimi bütün o proyekt komandasına, hamısına bir əmək haqqı qədər ekstra bonus verəcəyik, növbədən kənar verəcəm. Və bunun təşəkkür etmənin növbəti bir təcəssümüdür ki, əməkdaş da bilir ki, mən keçən ildə bunu eləmişdim. Bunun həm faydasını maddi cəhətdən, həm mənəvi cəhətdən gördüm. Və bugün də bu layihəni, bu deadline-a bitirsəm, mən bunu həm mənəvi, həm də maddi olaraq hiss eləyəcəm. Və buna görə də bu rəhbərin nümunə olması, qarşılıqlı əlaqələrdən tutmuş, mütləq qeyd eləmək, uğurların qeyd olunması və qiymətləndirilməsi önəmlidir ki, əməkdaşda sahiblənmə ruhu yaransın. Amma bayaq yenə səhvlərə açıq olmaya toxunduq. Bu sahiblənmə ruhu yarananda nə olur? Bir var ki, mən səhv eləyirəm və mən özüm bilirəm ki, öz cibimdən 30.000 manat zərər elədim. Bu biraz mənə rahat gələ bilər. Amma əməkdaşların da bunu rahat görə bilməsi üçün mütləq səhvlərə açıq olmaq, səhvlərə tolerans olan bir ortamı yaratmaq vacibdir. Və bu cəsarət həm eyni zamanda təşəbbüskarlıq yaradır. Çünki əgər əməkdaş səhv etməkdən qorxmursa, o istənilən təklifi irəli sürəcək və bu təşəbbüskarlığı inkişaf etdirəcək. Və bu zaman əməliyyatlardan yox, sistematik davranışlardan dərs çıxarmaq lazım ki, bu təkrarlanırsa artıq bu səhv deyil. Amma təkrarlanmayan səhvlər bizim üçün öyrədicidir və
nəticədə də biz tənqid edici olmuruq, olmamalıyıq. Və onun əvəzinə dəstək mədəniyyəti formalaşdırırıq və əməkdaşlar həmişə səhv eləməkdən qorxmurlar və bilirlər ki, onların hər hansı bir səhvi varsa da buna biz dərs çıxarmağa çalışacağıq. Yenə Rəşad bəyin icazəsi ilə Araz Supermarketlər şəbəkəsindən bir nümunə deyim ki, balıq addeli deyək də, balıq işi və yaxud da ki, çörək, bakery işi. Orada mən həmişə inandığım bir şey var ki, bir çox şeyi outsource eləmək olar. Nəyə görə hər şeyi özün eləyirsən ki? Amma bu gün öyrəndim pərakəndədən ki, xüsusilə qida sektorunda outsource eləməyin öz riskləri var. Və oradakı səhvlərdən belə nəticəyə gəlinib ki, artıq bunu Araz Supermarket şəbəkəsi özü idarə eləyir və bunu outsource-a vermir. Çünki burada məhsulun müddəti var, burada müştərinin yaşadığı təcrübənin brendə gətirə biləcəyi bir mənfi təsiri var və buna görə də artıq səhvlərdən nəticə çıxarılıb, ona uyğun növbəti addımlar atılıb və bu da risk iştahası ilə bağlıdır. Biz mütləq əməkdaşlara sahiblənmə ruhu, səhv eləməkdən qorxmasınlar, təşəbbüskar olsunlar deyiriksə, eyni zamanda əməkdaşlara şirkətin risk iştahası açıqlanmalıdır. Əməkdaş həm maddi cəhətdən, həm reputasiya cəhətdən ki, məsələn, Araz supermarketlərə mən köhnə balıq verirdimsə, oradan köhnə balıq alıb narazı qalan müştəri əslində balıq tədarükçüsündən yox, Arazdan narazı qalmış olur. Və buna görə bunun reputasiyaya necə təsir edəcəyini, bunun regulativ necə riski olacağını bilmək lazımdır. Bizim satışçımızla, satış komandası ilə həmişə belə çətinlik olur. Biz elektron pul təşkilatıyıq və Mərkəzi Bank bizi daim nəzarətdə saxlayır. Və biz hər hansı bir şirkətə xidmət qoşanda müştəri uyğunluğu tədbirləri var ki, ona uyğun müştərinin bütün sənədlərini yığmalıyıq və bizim satışla əməliyyat departamenti arasında tez-tez eşitdiyim mübahisə buna görə olurdu. Amma artıq sahiblənmə səviyyəsi o həddə gəlib çatıb ki, artıq mübahisə olmur. Çünki bizim satış komandası da bilir ki, biz bu şirkəti qoşanda yekun benefisiarın filan şəxsiyyət təsdiq edən sənəd olmasa, Mərkəzi Bank gələcək, maliyyə monitorinq xidməti bizi 30.000 manat cərimə eləyəcək və bu regulativ riskdir. Və bu qanun pozuntusuna görə bizim şirkətimizin maddi itkisi olacaq. Və bununla da artıq əməkdaş bayaq ki deyir deyə səhv eləməkdən qorxmasın, rahat qərar versin. Bu qərarları verən zaman mütləq şirkətin risk iştahasını, reputasiya riskini, regulativ riskləri başa düşməlidir. Və sahiblənmə ruhu bu risklərin şiurlu idarə edilməsidir. Ona görə xahiş edirəm, səhv başa düşülməsin mənim dediyim. Yəni əməkdaşlara dəstək verək, səlahiyyət verək, səhv etməyə açıq olaq və səhvlərdən öyrənək, amma mütləq risk və məsuliyyət duyğusu da yaddan çıxmış olmamalıdır. Və yekunda bitirərkən təkliflərimi qeyd etmək istəyirəm ki, bu necə baş verir sahiblənmə ruhu şirkətdə. Mütləq şəkildə bu anarxiya deyil, mən səhv başa düşməyim və biz Paşa Bankda Agile ilk dəfə gətirəndə, Digital Lab'ı quranda, yəni ölkənin ən böyük korporativ bankı və əmin edirəm sizi ki, ən çox compliance, yəni regulativ tələblərə ən çox əməl edən bir nömrəli bank Azərbaycanda Paşa Bankdır və bu qədər regulasiyadan bağlı olan bir banka biz Agile'ı gətirirdik və orada da bunu deyirdik ki, bu anarxiya deyil. Sahiblənmə ruhu, səhvlərə açıq olaq, hamı qərar versin. Bu anarxiya və özbaşınalıq deyil. Mütləq şəkildə sahiblənmə ruhu rəhbərliyin nümunəsi ilə uzun müddətdə, uzun bir vadədə formalaşır və dediyim bütün risklər nəzərə alınmalıdır. Səhvlərdən öyrənmə mədəniyyəti inkişaf etdirilməlidir, amma dediyim kimi müəyyən ölçülərdə və ən sonda etibarlı və açıq kommunikasiya mühiti qurulmalıdır. Risklərin maarifləndirilməsi təşviq edilməlidir və bütün əməkdaşlar bilməlidirlər ki, bu şirkət bizimdir və bura qazandırdığım hər manatdan mənə də nəsə çatacaq və yaxud cəmiyyətimizə, ölkəmizə nəsə çatacaq və yaxud mənim qarşısını aldığım səhvin qarşısını almaqla ölkə iqtisadiyyatına və yaxud da ki, xalqımıza bir dəyər qatacam və buna əsaslanaraq sahiblənmə ruhu formalaşmalıdır şirkətdə. Düzü mən çıxanda elə bilirdim ki, çox möhtəşəm danışacağım, belə interaktiv keçəcək, amma burada nəsə baş verir, ona görə tam da istədiyim kimi çıxış eləmədim. Əladır hər şey. Əladır hər şey. Amma siz oturmamış bir suala da cavab verin. Buyurun. Sonradan rahatlıqla oturun. Ümumumuz cavablandırmaya keçərik. Fəridə xanımın bir fikri olacaqdı, amma bir dənə sual verim sizə. Deməli, Qəməm, siz deyirsiniz ki,
Şirkətdə əməkdaşlar sahibkar ruhlu olduğu zaman şirkət daha da inkişaf edir. Bəli. Amma biz bilirik ki, bir Pareto qanunu var. Çox zaman ona pivə qanunu da deyirlər. Yəni o bütün sektorlarda işləyir də. Bütün əməkdaşlar məhəl olmalıdır. Olmazmı? Orada adi işçi formasında daha xoşbəxt olan insanlar da var da. Məsələn, onlar öz işlərini görsünlər, işə 9-da gəlsinlər, 6-da çıxsınlar. Belə də rahat işləsinlər, məsuliyyətli olsunlar. Amma o sahibkarlığın o riski onların olmasın da. Çox yaxşı qeyd ediniz. Onsuz da bu iyerarxiya, struktur elə qurulur ki, qərar verici orqan deyək də, qərar verici komanda ayrıdır, icra edici komanda ayrıdır. Bəli. Amma inandırıram sizə ki, o icra edici komandada da sahiblənmə ruhlu əməkdaşlar var və o həmən əməkdaşların hesabınadır ki, yeni məhsul çıxarırsınız bazara. Həmən əməkdaşın hesabınadır ki, maliyyə itkisi riski vaxtından əvvəl müəyyən olunur. Ona görə mənim inandığım budur ki, bəli, hamıda sahiblənmə ruhu yoxdur. Hətta insanlar var, ən xoşuma gəlməyən şey, başını aşağı sal, işini gör, maaşını alırsan, nə vecbə. Yəni, o yaşayış deyil də. O adam həmişə başını aşağı salıb, işini görəcək, maaşını alacaq. Kimsə də elə xoşbəxtdir, amma o xoşbəxtdir. Okay. Ona görə hamı onsuz da olmayacaq. Əla. Amma gələcəyin ulduzları o əməliyyat işində sahiblənmə ruhu ilə həmişə işini görən, işinə yanaşan və qərar verən adamlardır. Yəni, gələcəyin ulduzu olmaq üçün işini sahiblənməlisən. Bəli. Çox sağ olun, çox Siz də minnətdarım. sağ olun. Təşəkkürlər. Fərdi xanım, buyurun.